Siz heç bilirdiniz ki, gül mürəbbəsi ürəyin bir nömrəli dərmanıdır. Gözəl ətrinə, dadına, görüntüsünə görə ən çox sevilən mürəbbələrdən biri də gül mürəbbəsidir. Təbii ki, hər güldən olmaz, yazın ortasında yetişən xüsusi güllərdən hazırlanan bir mürəbbədir. Normal mürəbbə kimi hazırlana bilər. Gül mürəbbəsi ürək-damar sisteminə çox müsbət təsir edir. Ürək əzələsini möhkəmləndirir, damarlarda spazmın qarşısını alır. Ürək ağrıları zamanı faydalıdır. Məndə 200 qram gül ləçəyi var idi. Hər 100 qrama 1 kilo şəkər tozu istifadə etdim. Amma elə mürəbbəni tam bişirəcəkdim ki, şəkər tozu bitmişdi. Yaxşı ki, 4 bir yanım Oba marketdir. Ən yaxın, qonşuluqdakı ən yaxın Oba marketə getdim və oradakı bu endirimlərdən istədim sizlərlə də tanış edeyim. Endirimlərin adı qonşuda büdcə dostu endirimləridir. Və 21 maya qədər bu endirimlər davam edəcək. Mütləq siz də yararlanın. Mən isə şəkər tozumu tez aldım. 10 dəqiqə içində evə tez qayıtdım. Deməli bizə lazımdır 2 litr su, 200 qram gül ləçəyini də əlavə elədim onun üzərinə, belə qaynatmalıyıq. Gül ləçəyini yoxlayın, bişdisə hazırdır. 2 kilo şəkər tozunu da əlavə edin və qarışdırın. 1 çay qaşığından biraz az limon duzu da əlavə elədim. Bu anda rəngi biraz dəyişir. Çox şəffaf, gözəl bir rəngi var. Təəssüf ki, videoda mən onu sizə göstərə bilmirəm. Video rəngi tam olaraq sizə əks etdirmir. Mən isti-isti bankalara doldurub ağzını bağlayıram, illərlə qalır. Bu mürəbbənin sinir sisteminə də çox müalicəvi təsiri var. Nevroz, stres və depressiya zamanı çox faydalıdır. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.